Salam əziz izləyicilər. Bu həftə sevgi, iş, pul və sağlamlıq sahəsində sizə nələrin gözlədiyini öyrənməyə hazırsınız. Videonu sona qədər izləyin. Çünki mən sizin burcunuz üçün vacib mesaj ola bilər. Başlamazdan əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İndi isə keçək həftəlik burc proqnozlarına. Qoç burcu. Bu həftə həyat sizi gözləmədiyiniz hadisələrlə təəccübləndirə bilər. Uzun müddətdir beyninizi məşğul edən bir məsələ nəhayət aydınlaşmağa başlayacaq. Ən maraqlısı isə odur ki, kömək gözləmədiyiniz bir insandan gələcək. Buna görə də insanları ilk təəssürata görə dəyərləndirməyin. Pul məsələsində tələsmək sizə xeyir getirməyəcək. Əlinizə keçən vəsaiti plansız xərcləsəniz, haftanın sonunda peşman ola bilərsiniz. Hər alış-verişdən əvvəl özünüzə bir sual verin. Buna həqiqətən ehtiyacım varmı? Ailə daxilində sakit davranmaq sizə çox şey qazandıracaq. Kiçik bir söz böyük mübahisəyə çevrilə bilər, amma vaxtında edilən səmimi söhbət köhnə inciklikləri aradan qaldıra bilər. İşdə və ya təhsildə göstərdiyiniz zəhmət diqqətdən yayınmır. Siz hiss etməsəniz də sizi izləyən və qiymətləndirən insanlar var. Qarşıdakı günlərdə maraqlı təklif və ya yeni imkan əldə edə bilərsiniz. Qorxub geri çəkilməyin. Sevgi həyatında da gözlənilməz dəyişikliklər mümkündür. Subaylar maraqlı bir tanışlıq yaşayacaq. Münasibəti olanlar isə aralarındakı soyuqluğu geridə qoymaq üçün gözəl fürsət əldə edəcəklər. Bu həftə ən böyük səhviniz başqalarının fikrini həddindən artıq önəmsəmək ola bilər. Hər kəsi razı salmaq mümkün deyil. Öz yolunuzla getməkdən çəkinməyin. Cəsarətlə qararlar sizə gözlədiyinizdən daha yaxşı nəticələr gətirəcək. Haftanın sonunda daxilən rahatlıq hiss edəcəksiniz. Uzun müddətdir sizi narahat edən bir məsələ arxada qalacaq və yeni günlərə daha böyük inamla başlayacaqsınız. Boğa burcu. Bu həftə sizi düşündürən bir məsələ nəhayət aydınlaşmağa başlayacaq. Uzun müddətdir qararsız qaldığınız mövzuda tələsməyin. Bəzən biraz gözləmək ən doğru addım olur. Hadisələr sizin xeyrinizə dəyişməyə başlayır. Maliyyə mövzusunda diqqətli olmaq vacibdir. Gəlir əldə etmək üçün maraqlı təkliflər ala bilərsiniz, amma hər parlaq görünən fürsət etibarlı olmur. Riskli addımlar atmaq əvəzinə mövcud imkanlarınızı qorumağa çalışın. Planlı davranmaq sizə sonradan rahatlıq gətirəcək. Ailə daxilində sizin sakit münasibətiniz hər şeyi dəyişə bilər. Yaxınlarınız sizdən daha çox diqqət və anlayış gözləyirlər. Kiçik bir söhbət belə böyük inciklikləri aradan qaldıra bilər. Böyüklərin məsləhətlərinə qulaq asmaq faydalı olacaq. İşdə və ya təhsildə zəhmətiniz yavaş-yavaş öz bəhrəsini verir. Sizi qiymətləndirən insanlar var və yaxın günlərdə bunun nəticəsini görə bilərsiniz. Qarşınıza çıxacaq yeni fürsəti qaçırmayın. Vaxtında verilən qərar sizə üstünlük qazandıracaq. Sevgi həyatında maraqlı dəyişikliklər mümkündür. Subaylar gözləmədikləri biri ilə tanış ola bilərlər. İlk baxışda fərqli görünən bu insan sonradan sizin üçün xüsusi yer tuta bilər. Münasibəti olanlar isə xırda mübahisələri böyütməsələr, aralarındakı bağ daha möhkəmlənəcək. Sağlamlığınıza da diqqət ayırın. Xüsusilə şirniyyətə həddindən artıq meyl etmək sonradan narahatlıq yarada bilər. Qidalanmanı bir qədər nizama salmaq özünüzü daha enerjili hiss etməyinizə kömək edəcək. Həftənin sonunda sizi sevindirəcək xəbər və ya xoş görüş gözlənilir. Öz yolunuzla irəliləyin və başqalarının uğuruna baxıb ruhdan düşməyin. Sizin də parçalayacağınız gün çox yaxındır. Əkizlər burcu. Bu həftə bəzi məsələləri daha çox təxirə salmaq mümkün olmayacaq. Uzun müddətdir qaçdığınız bir problem artıq həll tələb edir. Qorxmaq əvəzinə addım atsanız düşündüyünüzdən daha rahat nəticə əldə edəcəksiniz. Maddi vəziyyətiniz əvvəlki həftələrlə müqayisədə daha sabit görünür. Əlinizə yeni qazanc imkanı keçə bilər və ya əvvəllər itirdiyiniz bir fürsətin əvəzi çıxacaq. Öz zəhmətinizi ucuz qiymətləndirməyin. Siz daha artığını qazanmağa layiqsiniz.
İş və ya təhsil sahəsində məsuliyyətiniz artır. Çətin görünən tapşırıqlar sizə həvalə oluna bilər. İlk anda yorucu olsa da, məhz bu sınaq gələcək uğurlarınız üçün vacib olacaq. Təcrübəli insanların fikirlərindən yararlanmaq sizə üstünlük qazandıracaq. Ailə daxilində yaxınlarınız sizdən daha çox diqqət gözləyirlər. Verdiyiniz sözü unutmaq və ya planları təxirə salmaq narazılıq yarada bilər. Kiçik bir diqqət belə münasibətləri xeyli yaxşılaşdıra bilər. Sevgi həyatında maraqlı dəyişikliklər mümkündür. Subaylar sosial şəbəkə və ya yazışma vasitəsilə tanış olduqları biri ilə yaxınlaşa bilərlər. Münasibəti olanlar isə bir-birini diqqətlə dinləməyi bacarsalar, köhnə inciklikləri geridə qoyacaqlar. Sağlamlığınız ümumilikdə yaxşıdır, amma xırda narahatlıqları ciddi qəbul edin və özbaşına dərman qəbul etməkdən çəkinin. Vaxtında istirahət etmək sizə daha çox enerji verəcək. Həftənin sonunda sizi sevindirəcək bir xəbər və yeni fürsət gözlənilir. Bu dəfə uğurun açarı tərəddüd deyil, özünüzə inam olacaq. Cəsarətli addım atan ilk siz olsanız, nəticəsi də sizi sevindirəcək. Xərçəng burcu. Bu həftə daxilinizdə hiss etdiyiniz dəyişikliklər daha da güclənəcək. Kənardan hər şey sakit görünsə də, ürəyinizdə vacib qərarlar formalaşır. Uzun müddətdir sizi narahat edən bir məsələ nəhayət aydınlaşacaq. Həqiqəti qəbul etmək ilk anda çətin olsa da, sonradan sizə rahatlıq gətirəcək. Maddi vəziyyətiniz ümumilikdə sabit görünür. Gəliriniz əvvəlkindən daha yaxşı ola bilər, amma gözlənilməz xərclər də ortaya çıxacaq. Özünüzü sevindirmək istəyəcəksiniz, lakin hər alış-verişi düşünərək edin. Bugün etdiyiniz plansız xərc sabah sizi çətin vəziyyətdə qoya bilər. İş və ya təhsil sahəsində zəhmətiniz qarşılıqsız qalmayacaq. Çətin tapşırıqlar sizə həvalə oluna bilər, amma məhz bunlar bacarığınızı göstərmək üçün fürsət olacaq. Ətrafınızdakı insanların dəstəyini qiymətləndirin və lazım gəldikdə kömək istəməkdən çəkinməyin. Ailə daxilində yaxınlarınız sizdən daha çox diqqət gözləyirlər. İş bəhanəsi ilə onları arxa plana atsanız, inciklik yarana bilər. Bəzən birlikdə keçirilən qısa vaxt belə münasibətləri əvvəlkindən daha isti edə bilər. Sevgi həyatında səmimi söhbətlərin vaxtıdır. Daxilinizdə saxladığınız hissləri deməkdən qorxmayın. Subaylar üçün gözlənilməz tanışlıq ciddi münasibətə çevrilə bilər. Münasibəti olanlar isə bir-birinə diqqətlə dinləsələr, aralarındakı bağ daha da möhkəmlənəcək. Sağlamlığınıza da diqqət yetirin. Son vaxtlar yığılan yorğunluq özünü hiss etdirə bilər. Açıq havada gəzmək, vaxtında qidalanmaq və kifayət qədər istirahət etmək sizə yaxşı təsir göstərəcək. Bədəninizin verdiyi siqnalları görməməzlikdən gəlməyin. Haftanın sonunda köhnə xatirələr yada düşə bilər. Amma keçmişə ilişib qalmaq əvəzinə gələcəyiniz üçün yeni planlar qurun. Qarşıdakı günlər həyatınızda yeni başlanğıcların xəbərçisi ola bilər. Şir burcu. Bu həftə özünüzü əvvəlkindən daha enerjili və inamlı hiss edəcəksiniz. Son vaxtlar sizi yoran gərginlik yavaş-yavaş aradan qalxır. Əhvalınız yaxşılaşdıqca ətrafınızdakı insanlar da bunu hiss edəcəklər. Özünüzü xoşbəxt edən işlərə vaxt ayırmaq sizə daxili rahatlıq qazandıracaq. Maddi vəziyyətinizdə müsbət dəyişikliklər görünür. Uzun müddətdir almaq istədiyiniz ev əşyalarını və ya ailəniz üçün lazım olan bir şeyi rahatlıqla əldə edə bilərsiniz. Bu, həm evinizdə sevinç yaradacaq, həm də yaxınlarınızın sizə olan etibarını artıracaq. Yenə də hər xərci planlı şəkildə etmək faydalı olacaq. Ailə daxilində fikirlərinizi izah etmək bir qədər çətin görünə bilər. Siz düzgün danışdığınızı düşünsəniz də qarşı tərəf sizi tam anlamaya bilər. Belə anlarda mübahisəni böyütmək əvəzinə sakit qalmaq daha düzgün seçim olacaq. Biraz zaman keçdikdən sonra hər şey öz yerini tapacaq. İş və ya biznes sahəsində diqqətli olun. Hamı sizin uğurunuza sevinmir. Bəzi insanlar səhv etməyinizi gözləyə və ya işinizə mane olmağa çalışa bilərlər. Buna görə də sənədləri, razılaşmaları və vacib qərarları diqqətlə yoxlayın. Xırda görünən detal sonradan böyük əhəmiyyət daşıya bilər. Sevgi həyatında isə gözəl anlar sizi gözləyir. Subaylar maraqlı bir tanışlıq yaşayacaq və bu görüş onların fikrini uzun müddət məşğul edə bilər.
Münasibəti olanlar gələcək planları barədə açıq danışaraq münasibətlərini daha da gücləndirəcəklər. Təhsil alanlar üçün də uğurlu həftədir. Yeni bilik əldə etmək, vacib müraciətlər etmək və gələcəklə bağlı qərarlar vermək üçün əlverişli zamandır. Tələsmədən atılan addımlar sizi məqsədinizə daha yaxınlaşdıracaq. Haftanın sonunda anlayacaqsınız ki, əsl güc səsinizi yüksəltməkdə deyil, doğru qərarı doğru zamanda verməkdədir. Məhz bu düşüncə sizi uğura aparacaq. Qız burcu. Bu həftə sizi gözlənilməz bir fürsət təəccübləndirə bilər. Uzun müddətdir yolunu gözlədiyiniz bir xəbər nəhayət gələcək. Amma bu fürsəti dəyərləndirmək üçün diqqətli olmalı və tərəddüd etməməlisiniz. Cəsarətli addım atan siz olsanız, qazanan da siz olacaqsınız. Maddi vəziyyətinizdə müsbət dəyişiklik görünür. Keçmiş ödəniş, köhnə borc və ya artıq ümidinizi kəsdiyiniz bir məbləğ əlinizə keçə bilər. Bu sizi xeyli rahatladacaq. Ancaq əldə etdiyiniz pulu dərhal xərcləmək əvəzinə gələcək üçün bir hissəsini ayırmaq daha ağıllı seçim olacaq. İş və ya təhsil sahəsində həyatınıza təsir edəcək biri ilə tanış olmaq ehtimalınız yüksəkdir. Onun dediyi bir fikir və ya məsləhət gələcək planlarınızı tamamilə dəyişə bilər. Buna görə də yeni insanlarla ünsiyyətdən çəkinməyin və özünüzə inamla davranın. Ailə daxilində xoş və səmimi anlar yaşayacaqsınız. Birlikdə keçirilən vaxt münasibətləri daha da istiləşdirəcək. Qısa bir gəzinti və ya sadə bir söhbət belə uzun müddətdir hiss etdiyiniz yorğunluğu unutduracaq. Sevgi həyatında hadisələr tələsmədən inkişaf edəcək. Subaylar adi bir söhbətin gözlənilmədən xüsusi hisslərə çevrildiyini görə bilərlər. Münasibəti olanlar isə bir-birini günahlandırmaq əvəzinə dinləməyi bacarsalar, münasibətləri daha da möhkəmlənəcək. Sağlamlığınız ümumilikdə yaxşıdır, amma şirniyyətə həddindən artıq meyl etməməyə çalışın. Kiçik görünən vərdişlər sonradan problem yarada bilər. Daha çox hərəkət etmək və qidalanmanı qaydaya salmaq sizə əlavə enerji verəcək. Təhsil alanlar üçün vacib xəbərdarlıq var. Keçmiş səhvləri yenidən təkrarlamaq uğur yolunu uzada bilər. Hər uğursuzluqdan nəticə çıxaran insan isə gec-tez istədiyi məqsədə çatacaq. Həftənin sonunda anlayacaqsınız ki, uğur bəzən sürətli olmaqda deyil, doğru zamanı gözləməyi bacarmaqdadır. Tərəzi burcu. Bu həftə daxilinizdə qəribə narahatlıq hiss edə bilərsiniz. Kənardan sakit görünsəniz də beyninizdə saysız hesabsız suallar dolaşacaq. Bu hissi tək başına daşımağa çalışmayın. Sevdiyiniz insanlarla vaxt keçirmək, kiməsə kömək etmək və xeyirxah işlər görmək sizə daxili rahatlıq gətirəcək. Maddi məsələlərdə isə uğurlu günlər başlayır. Xüsusilə uzaq əlaqələr, yeni əməkdaşlıqlar və ya fərqli imkanlar sizə qazanc gətirə bilər. Qarşınıza çıxan təklifi tələsərək rədd etməyin. Hər şeyi diqqətlə araşdırın. Düzgün seçim gəlirinizi artıracaq. Ailə daxilində sevindirici hadisələr yaşana bilər. Yaxınlarınız zəhmətinizi daha çox qiymətləndirəcək. Valideynləriniz və ya ailənin böyükləri sizinlə qürur duya bilərlər. Bu da sizə əlavə motivasiya və özünə inam verəcək. İş həyatında isə bir qədər çətinlik yaşana bilər. Diqqətinizi toplamaq əvvəlki qədər asan olmayacaq. Hətta hər şeyi yarımçıq qoymaq istəyə bilərsiniz. Amma məhz bu məqamda səbirli olmaq sizi uğura aparacaq. Emosiyalarla deyil, düşünərək qərar verin. Sevgi həyatında hadisələri tələsdirməyin. Subaylar dost çevrəsində maraqlı biri ilə tanış ola bilərlər. Münasibəti olanlar isə mübahisə zamanı daha çox dinləməyi bacarsalar, problemləri asanlıqla geridə qoyacaqlar. Təhsil alanlar üçün vacib xəbərdarlıq var. Vaxtı boş yerə itirmək sonradan peşmanlıq yarada bilər. Hər gün atılan kiçik addımlar sizi böyük uğura yaxınlaşdıracaq. Həftənin sonunda anlayacaqsınız ki, ən böyük qələbələr bəzən səs-küylə deyil, səbir və düzgün qərarlarla qazanılır. Bu həftə bunun canlı sübutu olacaq. Əqrəb burcu. Bu həftə vacib bir həqiqətlə qarşılaşa bilərsiniz. Hər kəs sizin etibarınıza layiq deyil. Son vaxtlar çox yaxın buraxdığınız bir insanın əsl niyyətini görmək şansınız olacaq. İlk anda bu sizi məyus etsə də, gələcəkdə daha böyük problemlərdən qoruyacaq.
Pul məsələsində çox diqqətli olun. Asan qazanc və ya şübhəli təkliflər maraqlı görünə bilər, amma bu yol sizi çətin vəziyyətə sala bilər. Halal zəhmətlə qazandığınız hər şey isə uzun müddətli rahatlıq gətirəcək. Riskli qərarlardan uzaq durmaq daha ağıllı seçimdir. İş həyatında isə sevindirici xəbərlər mümkündür. Xüsusilə rəsmi qurumlarda çalışanlar və ya yüksəliş gözləyənlər üçün uğurlu günlər başlayır. Yeni vəzifə, maaş artımı və ya gözlənilən fürsət qarşınıza çıxa bilər. Fürsət gələndə tərəddüd etməyin. Ailə daxilində səbirli davranmaq vacibdir. Xüsusilə yaşca böyük insanlarla danışarkən sözlərinizə diqqət edin. Bir anlıq əsəb uzun müddət davam edən inciklik yarada bilər. Bəzən üzr istəmək zəiflik deyil, müdriklikdir. Sevgi həyatında maraqlı dəyişiklik görünür. Subaylar adətən seçmədikləri tipdə biri ilə tanış ola bilərlər. İlk baxışda fərqli görünən bu insan sonradan həyatınızda xüsusi yer tuta bilər. Münasibəti olanlar isə bir-birinə daha çox güvənməyi bacarsalar, köhnə problemlər geridə qalacaq. Sağlamlığınıza da vaxt ayırın. Son günlərdə yığılan yorğunluq və gərginlik bədəninizə təsir edə bilər. Daha çox istirahət edin. Sevdiyiniz işlə məşğul olun və özünüzə qarşı daha qayğıkeş davranın. Təhsil alanlar üçün uğurlu həftədir, amma böyük nəticə əldə etmək üçün rahatlıq zonasından çıxmaq lazımdır. Ən böyük uğurlar məhz cəsarət göstərənləri gözləyir. Haftanın sonunda anlayacaqsınız ki, əsl güc başqalarını idarə etməkdə deyil, öz hisslərinizi idarə edə bilməkdədir. Oxatan burcu. Bu hafta ətrafınızdakı insanlar sizdən daha çox şey gözləyəcəklər. Kimi məsləhət istəyəcək, kimi kömək gözləyəcək, bəziləri isə sizə əlavə məsuliyyət verməyə çalışacaqlar. Hamını razı salmağa çalışmaq gözəl xüsusiyyətdir, amma özünüzü unutmayın. Hər bəli deməzdən əvvəl düşünün, buna həqiqətən vaxtınız və gücünüz çatacaqmı? Maddi baxımdan uğurlu günlər başlayır. Gözlənilməz qazanc, yeni iş təklifi və ya uzun müddətdir gözlədiyiniz fürsət qarşınıza çıxa bilər. Amma pul əlinizə düşən kimi onu tələsik xərcləməyin. Bu həftə verəcəyiniz ağıllı qərarlar gələcək aylarda sizə rahatlıq gətirəcək. İş həyatında zəhmətiniz diqqətdən yayınmayacaq. Rəhbərlik və nüfuzlu insanlar sizə fərq etməyə başlayacaqlar. Ancaq kiminsə xoşuna gəlmək üçün özünüzü dəyişməyə ehtiyac yoxdur. Əsl hörmət yalnız dürüst zəhmətlə qazanılır. Ailənizdən uzaqda olsanız belə onların sevgisini hiss edəcəksiniz. Gözlənilməz bir zəng və ya səmimi mesaj bütün əhvalınızı dəyişə bilər. Bəzən bir necə xoş söz insanı yenidən ayağa qaldırmağa kifayət edir. Sevgi həyatında maraqlı tanışlıq görünür. Subaylar əvvəllər diqqət etmədikləri biri ilə yaxınlaşa bilərlər. Bu tanışlıq zamanla ciddi münasibətə çevrilə bilər. Münasibəti olanlar isə bir-birinə daha çox azadlıq versələr, sevgiləri daha da möhkəmlənəcək. Təhsil və karyera sahəsində uğurlu imkanlar var. İş axtaranlar sevindirici xəbər ala bilərlər. Xaricdə oxumaq istəyənlər üçün də şanslı günlərdir. Fürsət gələndə tərəddüd etməyin. Haftanın sonunda anlayacaqsınız ki, ən böyük uğur daha çox işləməkdə deyil, doğru fürsəti vaxtında görə bilməkdədir. Oğlaq burcu. Bu həftə həyatınızda vacib dönüş nöqtəsi yarana bilər. Uzun müddətdir içinizdə saxladığınız hissləri artıq gizlətmək çətin olacaq. Hər zaman güclü görünməyə çalışırsınız, amma bəzən yorulduğunuzu qəbul etməkdə cəsarətdir. Bu həftə ən çox özünüzü dinləməyə ehtiyacınız var. İş və maliyyə sahəsində diqqətli olun. Əzəmiyyət, yeni layihə və ya başqa şəhərlə bağlı işlər planlaşdırdığınızdan daha çox xərc yarada bilər. Buna görə hər addımınızı əvvəlcədən hesablayın. Bugün etdiyiniz ağıllı seçimlər gələcəkdə sizə peşmançılıqdan qoruyacaq. İş həyatında isə müsbət dəyişikliklər görünür. Keçmişdə anlaşa bilmədiyiniz insanlarla münasibətləri düzəltmək və rəhbərlik qarşısında nüfuzunuzu artırmaq üçün əlverişli zamandır. Bu həftə düzgün zamanda deyilən bir söz gələcək uğurların qapısını aça bilər. Ailə və dost çevrəsində sevindirici anlar yaşayacaqsınız. Dostlarınız maraqlı plan hazırlaya və sizi gündəlik yorğunluqdan uzaqlaşdıracaq görüşə dəvət edə bilərlər. Bu kiçik dəyişiklik ruhunuza böyük rahatlıq gətirəcək. Sevgi həyatında hisslərinizə güvənin. Münasibətdə olanlar xırda anlaşılmazlıqları böyütməsələr, aralarındakı bağ daha da güclənəcək.
Subaylar isə heç gözləmədikləri bir insandan xoş diqqət görə bilərlər. Taleyin sürprizləri bəzən ən gözəl başlanğıcları olur. Sağlamlığınıza qarşı daha diqqətli davranın. İmmunitetiniz bir qədər zəifləyə bilər. Özünüzü həddindən artıq yormayın. Kifayət qədər dincəlin və lazım olduqda həkim məsləhətinə gecikdirməyin. Təhsil alanlar üçün vacib xəbərdarlıq var. Vaxtınızı alan və sizi məqsədinizdən uzaqlaşdıran məşğuliyyətlərdən uzaq olun. Düzgün insanlarla ünsiyyət sizi irəli aparacaq. Haftanın sonunda anlayacaqsınız ki, ən böyük uğur başqalarına nə isə sübut etmək deyil, özünüzə verdiyiniz sözü tuta bilməkdədir. Dolça burcu. Bu həftə həyatınızda görünməyən, amma çox vacib dəyişikliklər başlayır. Uzun müddətdir ürəyinizdə daşıdığınız yük yavaş-yavaş azalacaq. Keçmişdə sizi narahat edən hadisələr artıq əvvəlki qədər təsir etməyəcək. Bəzən irəli getmək üçün sadəcə buraxmağı bacarmaq kifayətdir. Sağlamlığınız əvvəlkindən daha yaxşı olsa da, mənəvi yorğunluq hiss oluna bilər. Buna görə özünüzə istirahət etməyə icazə verin. Dostlarınızla görüşün, gəzintiyə çıxın və sizə sevinç gətirən işlərlə məşğul olun. Ruh rahat olanda bədəndə daha tez bərpa olunur. Maliyyə məsələlərində diqqətli olun. İş və ya biznes səbəbilə səfərə çıxmaq ehtimalı var və bu planlaşdırdığınızdan daha çox xərc yaradə bilər. Xərclərinizi əvvəlcədən planlaşdırın. Bu həftə qazandığınız pulu necə idarə etdiyiniz daha vacib olacaq. Ailə həyatında xoş hadisələr gözlənilir. Həyat yoldaşınız və ya yaxın bir insan ailədəki gərginliyi aradan qaldırmağa kömək edəcək. Qohumlardan və ya dostlardan alacağınız xoş xəbər və ya kiçik hədiyyə əhvalınızı yüksəldəcək. Həqiqi sərvətin pul deyil, yanınızdakı insanlar olduğunu daha yaxşı anlayacaqsınız. İş həyatında isə ayıq olun. Hamı sizin uğurunuza sevinmir. Bəzi insanlar səhvinizi gözləyə bilər. Planlarınızı hər kəslə paylaşmayın və qərarlarınızı düşünərək verin. Sakit və ağıllı davranış sizə rəqiblərinizdən bir addım irəli aparacaq. Sevgi həyatında xoş anlar çoxalır. Subaylar təsadüfi tanışlıqdan gözlənilməz hisslər yaşaya bilərlər. Münasibətdə olanlar isə birlikdə gülməyi və sadə xoş anların dəyərini bilməlidirlər. Bəzən sevgini qoruyan ən böyük şey səmimiyyətdir. Təhsil alanlar üçün uğurlu həftədir. Zəhmət çəkənlər yüksək nəticə, mükafat və ya təqaüd qazana bilərlər. Bu uğur ailənizi də qürurlandıracaq. Haftanın sonunda anlayacaqsınız ki, yeni qapılar açılmadan əvvəl köhnə yükü geridə qoymaq lazımdır. Balıq burcu. Bu həftə həyat sizə maraqlı sürpriz hazırlayır. Uzun müddətdir cavab tapa bilmədiyiniz bir məsələ birdən-birə aydınlaşa bilər. Ən önəmlisi isə odur ki, artıq başqalarının fikrinə görə yaşamağı dayandırmalısınız. Sizi qiymətləndirən insan yanınızda qalacaq. Getmək istəyən isə onsuz da gedəcək. Sevgi mövzusunda gözlənilməz hadisələr mümkündür. Sizə hisslərini gizlədən biri nəhayət addım ata bilər. Subaysınızsa adi bir yazışma ciddi tanışlığın başlanğıcı ola bilər. Münasibəti olanlar isə inciklikləri içində saxlamasın. Açıq söhbət bir çox problemi həll edəcək. Pul baxımından vəziyyət pis görünmür. Gecikmiş ödəniş və ya köhnə borc geri qayıda bilər. Amma qazandığınız pulu tələsik xərcləməyin. Gözəl görünən hər təklif sizə sərfəli olmaya bilər. İş həyatında diqqətli olun. Kimsə səssizcə fəaliyyətinizi izləyir. Ona görə də hər işi məsuliyyətlə görün və planlarınızı hər kəslə paylaşmayın. Vaxtından əvvəl danışılan söz bəzən uğuru gecikdirə bilər. Ailə içində kiçik anlaşılmazlıqlar yaşansa da sakit danışıq hər şeyi yoluna qoyacaq. İlk addımı atan siz olsanız heç nə itirməyəcəksiniz. Sağlamlığınız ümumilikdə yaxşıdır, amma gec yatmaq, telefonda çox vaxt keçirmək və nizamsız qidalanmaq enerjinizi azalda bilər. Bir neçə gün rejimə əməl etsəniz, farkı özünüz hiss edəcəksiniz. Bu haftanın əsas mesajı budur. Gözlədiyiniz fürsət özü gəlməyəcək. Cəsarətlə ilk addım atan qazanan tərəf olacaq. Əziz izləyicilər, beləliklə bu haftanın burç proqnozları bu qədər idi. Unutmayın,
Ulduzlar yalnız istiqamət göstərir, amma seçim və qərarlar həmişə sizin əlinizdədir. Hər yeni gün yeni bir fürsətdir və düzgün addım atan insan öz taleyini özü formalaşdırır. Əgər video xoşunuza gəldisə, bəyənməyi, kanala abunə olmağı və bildiriş zəngini aktiv etməyi unutmayın. Bu videonu dostlarınız və yaxalarınızla paylaşın ki, onlar da öz həftəlik proqnozlarını öyrənsinlər. Növbəti videoda yenidən görüşənədək özünüzə yaxşı baxın, uğurlar və bol şans arzulayırıq. Sağ olun, salamat qalın.